Bu diversiya xeyr. Bu yekəbaşlıq, qanunları saymamaq, hamını və hər kəsi pulla ələ almaq niyyətinin və belə bir əminliyin olması, yaşayış binasının altında restoranların, kafelerin olması və bunların qanun pozuntuları ilə fəaliyyət göstərməsi, həmçinin texniki təhlükəsizlik qaydalarına qətiyyən əməl olunmaması və Dərə Xəlvət Tülkü bəy anlamı ilə hərəkət edən bəzi dırnaqarası iş adamlarının, halbuki onlar iş adamları deyirlər, onlar işsizlik adamlarıdır. Onlar ancaq cinayət işinin adamları ola bilərlər. Sadəcə budur. Bəzi sahibkarlar özlərini qanundan üstün sayırlar və düşünürlər ki, yaşayış binasının əgər altında ərazi varsa, bütünlüklə o həyət, o insanlar, orada yaşayanlar hamısı buna xidmət etməlidir. Bunlar o qədər qudurublar ki, bunlar ümumiyyətlə o binada yaşayan sakinlərin təhlükəsizliyini yox, ümumiyyətlə hüquqlarını belə eyinlərinə almırlar.